Yolumuz Əmbilə. Gecikmişik biraz. Ama gedirik, görək başımıza nələr gəlir. Bu bizim sürücümüz Ramin bəy. Hava yaxşıdır. Herkese salamlayıram. Bura artıq Kilva kəndidir. Biz yola düşmüşük, gedirik. Və bu isə Əmbilə çatmağa az qalmış. Elə bir mənzərə ilə davam edirik yolumuzu. Qabaqda bir balaca yolumuz palçıqdır. Burada isə yolun bitdiyi yerdir. Buradan o tərəfə artıq piyada davam edəcəyik. Maşınımız qılıblaşıb. Burada Ramin sumkaları yığır Kamranla. Deyir, sağ-salamat gedək gələk. Hələ bilmir ki, qarşıdan olacaq. Hələ ki bir 10 dəqiqə olar yola başlamışıq. Gözəldir, payız artıq hiss olunur buralarda. Yəni bir şey dediyim ki, mən bu videonu sıfır effektlə çəkirəm. Hər şey necə var, o cümlə bitirməyə çalışıram sizlərə. Çünki bir çox videolarda görürəm, çox effekt verirlər, çox rənglərlə oynayırlar. Amma gəlib görəndə adam biraz təəssüflənir ki, mən gördüyüm kimi deyil. Ona görə hər şey olduğu kimi çəksək və ötürsək daha yaxşıdır. Bura artıq neçə gündə yağışlar yağıb deyə yollar sürüşkəndir. Bu çay da Əmbilin belədində. Əmbilə gedən yolun giriş qapısı sayılır. Bu çayı keçdinsə artıq orta çətinlik olan yol başlayır. Gözəldir. Güzeldir. O səs-küydən, o problemlərdən uzaqlaşıb hərdən belə də gəlib təbiətlə hiss olmaq lazımdır. Güzel. Necədir? Öldüm ha. Vay. O təfə var ha, bax. Onu qalxacaq düz üstünə. Onun üstündən düz gedəcək deyə oyunu ara gölünə dağ. Onun dalını düşürməliyik. İndi Kamranın dedikləri təbii ki yalan idi. Ramini birinci dəfə gəldiyinə görə sizə qorxutsun. Biraz da deyəsən Ramin qorxub. Amma qarşıda onun gözəl kadrlar var. Heç gücdən düşmür. Yola davam eləyir. Baxmayaraq ki 37 yaşında ilk dəfə idi bu yol gedirdi. Düz yolda deyildi bir də gəlməyəcəm, amma orada o mənzərəni görəndən sonra dedi, yox, yenə gələcəm buralara. Tövbə. Hələ qabaqdadır yol. İndinin tövbə edirsiniz, qabaqda görünüyor. Bəli, burada gördüyünüz kimi artıq yıxıla-yıxıla gedir Ramin. Artıq yıxılmadan həzz alır. ...37 yaşımda ilk dəfə hikingə gələndə mən. Aha, gəlmünə. Hərin də 3də 1 hissəsini gəlmişik. Bu da bala Əmbildir. Mən buna bala Əmbil deyirəm. İlk dəfə tura gələn olanda göstərirəm bunu. İki pırsatında göstərirəm ki, tatlıq görə. Yəni o adamın baxışlarını siz təsəvvür edin. Burada Ramin biraz dayandı. Ona görə biz dayanası olduq. Biraz qorxduq ona görə, amma və gəldi, çatdıq. Bu da gözəl Əmbil. Sizi bu mənzərə ilə baş-başa bıraxıram. Və bu da möhtəşəm mənzərəsi ilə Əmbil gölü. Qışın.
Gözəl əmbil. Burada balıq tutmağa çalışırıq. Hələ ki, heç nə yoxdur. Xırda balıqlardır. Gördüm balıqdan bir xəbər yoxdur. Qara tava düşdü işə. Deməli dostlar, burada belə bir bitki tapdım. Biz buna yarpız deyirik. Bizim tərəfimizdə yarpız deyirlər. Suya yaxın yerdə olur. Özünə məxsus bir dadı olur. Həm də doğğa bişirəndə ona vururlar buna. Ona xüsusi tam verir. İndi biraz yığacam bundan. Yeməyə yandı yeməyə. Belə bataqlıq yerdə olur ki, suyun içində əsasən bitir. Belə istəsəz ayrıca da yeyə bilərsiniz bundan və yaxud da dərib doğğaya vurub onda da yeyə bilərsiniz. Bura isə Əmbir gölünün digər tərəfidir. Əsasən bura çox adam getmir. Getmək çətin olduğuna görə. Biz burada getdik. Balıq tuta bilməsək də, yəni buradan gözəl kadrlar çəkə bildik. Bizə qalan orada kartof külləmə oldu əsas. Ondan yedik. Burada baxlaları götürürəm, ocağa atıram. Balığımız çox az oldu. Demək olar ki, ancaq xırda balıqlar oldu. Onları da sonda suya buraxdıq. Burada kartofu atıram ocağa, külləmə. Necədir ki, bizim bu kapuçino dadı? Əmbir gölündə necə gedir? Əmbir gölündə super. Hamını salamlayıram. İlk balığımızı tutmuşuq. Qonaqlara tövsiyə edirsən bura gəlməklərin? Mütləq, mütləq. Amma biraz çətinlikdir. Hə, o işdə. Yəni bu gözəlliyi görmək üçün də o çətinliyi çəkmək dəyər. Gözəldir. Gözəl ocaq suyundan kapuçinomuz, balığımız və ən əsası odur ki, heç kim yoxdur, sakitçilikdir, izdiham yoxdur. Gözəldir, hər şey gözəldir. Nuş olsun.
növbə də. Cappuccino. 17:43, 44 daha doğrusu. Qəşəng günümüz keçdi. Balıq tutduq qismən. Biri qaçdı. Kamran müəllim tutmuşdu onu. Niye oradaydı? Gətirib çıxardım da. Qırdı qarmağızı. Güzeldir. Hər birinizə sağ ol deyirəm. İzlədiyiniz üçün sağ olun. Ən bir görüntüdən son görüntülərini çəkin. Videonu çəkdiyinə görə Ramin bəy təşəkkürlər. Sağ olun. Yadımdan çıxdı nə deyəcəydim. Etdik. Nə bilim. Nə qala bilər. Təəssüratlarınız necə idi? 37 yaşında ilk dəfə hiking. Gəlməyə biraz çətin idi. Tıxaniyə zəif. Sigaret ona görə yoxdur demək lazımdır. Sigaretin biraz tıxaniyanı kəsmək. Başqa belə gəlmək çətinliyi olmasa superdir. Bu da birinci dəfə gələndə çətindir ya. Bir dəfə, iki dəfə gəlsin. Mən məsələn gəlmişəm, geri qayıtmaq istəmirəm. Yolu qaydan baş asandır. Ancaq yenə də qayıtmaq asan olsa getmək istəmirəm. Burası mecburiyyət işimizə, gücümüzə görə gedirik. İnşallah gələn səfərlərdə sağlıq olsun gələcəm yenə. Yolçu yolunda gələk. Öpürəm, var olun. Nəzərə alsaq ki, bu yol o qədər asan da olsa, bu qədər gözəl və ecazkar qalmaz bu gözəl Əmbirgöl. Hava artıq qaralır. Meşənin içi çox qaranlıqdır. Yəni çöldə belə düşürdüsə, içəri bax şey qaranlıqdır. Və artıq qayıdırıq. Bu həmin o keçdiyimiz çaydır. Hava artıq qaralmışdı. Çox yorğunuq burada. Videoya yaxşı düşməsə də artıq ayaqlar su və yorğun, amma çox gözəldir hər şey. Yəni bir daha gələrmiyəm, əlbəttə ki gələrəm. Həm də gözəldir, bu gözəlliyi görmək üçün bir daha gələrik. Burada artıq maşına minmişik, maşınımızı satmışıq və geriyə dönürük. Yolda dumanlanmışdı. Şükür Allah ki, gəldik çatdı. İzlədiyinizə görə sizə təşəkkürlər. Tövbə.